Salam əziz izləyicilər, abituriyentlər və müəllimlər, hər vaxtınız xeyir olsun. Bu gün biz Dövlət İmtahan Mərkəzinin abituriyentlər üçün 2025-ci ildə dərc etmiş olduğu 20 illik sınaq toplusuna baxarıq. Sınaq nömrə 3, mövzu modelləşdirmə. Qonşuluq siyahısına görə qrafın, sual nömrə 1, qonşuluq siyahısına görə qrafın tillərinin sayını müəyyən etmə bu kontrolları qaldırım. Okey. Deməli, diqqətləsək, bu sualda dəqiq görəcəyik ki, A təpəsindən özünə bir, e, belə deyək, ilgəyi var. Eynən C təpəsindən də özünə. Qrafı çəkmədən yazmağa çalışacaq. Deməli, bu bir. Bunlar iki dənə til var. Sonra A'dan B'yə, B'dən A'ya var. Okey. Yəni bunlar ikisi bir şey deyil. Sonra A'dan D'yə eynən D'dən A'ya var. A'dan S'yə eynən S'dən A'ya var. B'dən S'yə eynən S'dən B'yə var. S'dən D'yə eynən D'dən S'yə var. Deməli, bunu bir təhər qəbul edirik ki, bu adi qrafdır. Və ilgəkləri çıxandan sonra yerdə 10 dənə gördüyümüz kimi belə deyək, təpə adı var və qarşılıqlı əlaqə olduğuna görə 10 dənə o təpə adı, yəni A'dan B'yə, B'dən A'nın eyni anlayış daşımağı bizə 5 dənə tilin olduğuna qərarını çıxartmaq məqsədə uyğun sayır. Amma belə deyək, onların eyni til olub olmadığını da çox dərinə gedəndə deyə bilmirik. Ona görə birinci sual cavab B variantı doğru cavabdır. Davam edək daha sonra isə növbəti suala. İkinci sual. A təpəsindən G təpəsinə, Y təpəsindən keçməklə, bu növ suallarda diqqətli oluruq. Y təpəsindən keçməklə gedən müxtəlif yolların sayını müəyyən edin. Okey. Deməli, bura gedəcəyik. A-dan Y-dən mütləq keçməlidir. Onda Y-dən keçirtməyən yolların üzərindən qaralayırıq. Yəni, bu yolları istifadə etməyəcəyik. A'dan Y'yə getmək üçün A'dan B'yə və yaxud C-yə 1, E-yə 1. B-yə bir cür gəldiyimizdən artıq BC yoluna baxmayacaq, Y-dən keçirtmir. C-yə 1, C-yə 2 cür gəldiyimizdən C-dən Y-yə gedənlərə 2 yazacaq. Artıq Y-yə 3 cür gəldiyimizdən Y-dən çıxanların hər birinə 3 yazırıq. 3 və Y-dən D-yə də 3 yazıram. Burada D'dən F'ə də 3 yazıram. D'dən C'yə də 3 yazıram. Deməli, belə daha sonra isə bura F'ə 6 toparlandı deyə 6 yazıram. Bir daha deyirəm, BC yolunu biz istifadə etmirik. İkinci sual B variantı buna görə doğru cavabdır. Üçüncü sual. 1, 3, 5 və 5 rəqəmlərdən təşkil olunmuş bütün 3 rəqəmli ədədlər ağac modeli ilə ifadə olunarsa, bu modelin sonuncu səviyyəsində olan təpələrin sayını müəyyən edin. Ədədlər daxilində 1 və 3 rəqəmləri təkrarlamır. Mən adətən bu sualı, növ sualı ağac modeli istifadə etmədən çəkirəm, amma indi isə ağac modeli məhz istifadə edəcək. Deyildi ki, 27 deyil, sözsüzdür. 1, 3 və 5. Deməli, deyir ki, 1 və 3 rəqəmləri təkrarlamır. Onda bu 1-dən sonra ikinci rəqəm burada ya 3 olar, ya da 5 olar. Yəni, bu 3-dən sonra yenə ya 1 olar, ya 5 olar. 3-ü özü ola bilməsə, eynən. Bu 5-dən sonra isə 1 də olar, 3 də olar, 5 də olar. Çünki 5-in təkrarlamağına icazəmiz var. Daha sonra 3-cü səviyyəyə gəldik. Əgər birincisi 1, ikincisi 3 isə 3-dən burada nə 3 təkrarlanməz, nə də 1. Ona görə yalnız 5 ola bilər. Burada isə 3 və 5 ola bilər. Burada isə 3, 1 yenə 5 ola bilər. Burada isə 1, 5 ola bilər. Bura gələndə 5, 1. Deməli, artıq 5 təkrarlana bilər, amma 1 təkrarlana bilməz. Ona görə 3, 5, 1, 3 oldu. 5, 1, 5 də ola bilər. Burada sıxıntı yoxdur. Çünki 5-in təkrarlanmağına icazəmiz var. 5, 3-dən sonra həmən yenə də 1 və 5 ola bilər. Deməli, 5, 5-dən sonra isə 1 də ola bilər, 3 də ola bilər, 5 də ola bilər. Yəni, bura 5, 3 və 1 yazırıq. İndi isə saya bilərik. 3 dənə burada, 3 dənə burada və 7 dənə burada olur. Deməli, neçə dənə olur?
13 dənə. Yəni burada da 2, 4, 7, 13 ədəd olur. Yəni üçüncü sualda C variantı doğru cavabdır. Keçək növbəti suala. Dördüncü sual. Verilmiş qraf modelinin qonşuluq siyahısını müəyyən edin. Aha, qonşuluq siyahısını müəyyən edin. Bu növ suallar yaxşı suallardır, rahat suallardır həmçinin. Deməli, A-dan görürəm ki, hamısında B, C, Y var. Heç A-ya kökəlmirəm. İlk fərqlilik gördüyüm yerə baxıram. Misal üçün, B-dən burada C-yə var, B-dən C-yə var. Burada isə B-dən C-yə görmürəm. Ona görə D variantını dəqiqdir ki, ləğv edə bilərəm. Burada dediyim kimi B-dən C-yə bizdə yol var. Sonra bunlar arasında A, C, A, F, A, B, D, F eyni şeydir. C, B, Y. Aha, baxaq, Y-dən A-ya burada yol var, burada yoxdur. Baxaq, Y-dən A-ya bizə yol var deyə B variantını da ləğv eləyə bilərik. Daha sonra yenə eyni cür gəldi. A, F, D, B, A. Aha, D-dən A-ya burada yol var, burada isə D-dən A-ya yol yoxdur. Biz də baxırıq ki, D-dən A-ya yol yoxdur, D-dən C. Söhbət birbaşa yoldan gedir sözsüz ki. D'dən C'yə, D'dən B'yə, D'dən Y'yə birbaşa yollar var, amma D'dən A'ya yoxdur. Ona görə bu səbəbdən dolayı burada Y variantını çıxırıq. Daha sonra bunların arasındakı fərqliliyə diqqət yetirməyə çalışırıq. A, C, B. Y'dən A, B, F-ə, C-yə, A, B, F-ə, Y-dən. Burada isə Y-dən D-yə də var. Baxaq, Y-dən D-yə birbaşa yol var. Deməli, burada yoxdur, dəqiqdir. Ona görə də cavab A variantı doğru cavabdır. Verilmiş qonşuluq matrisinə uyğun qrafı müəyyən edin. Ə, Həmən mən ixtiyari halda bu baş diaqonalı çəkirəm. 1, 2, 3, 4, 8 dənə təpə görürəm. Və bu tərəfdə də 1, 2, 3, 4. Bəli, adi qrafdılar. 8 təpə yox, 8 dənə bir gördüm. Deməli, 8 dənə til ola bilər. Belə də baxa bilər, elə də baxa. 5, burada 8, burada fərqlidir. Nəsə, bir-bir baxmalı olacaq. Heyf ki, sual bu bir tərəfdə. A-dan B və D-yə yol var. Yalnız A-dan B və D, A 2 tilli. Hamısında A 2 tillidir. Amma A-dan burada F-ə qeyd olunub. Deməli, bunu artıq siləcəm. A-dan bunu da siləcəm. Daha sonra söhbət birbaşa yollardan gedir. B-dən A-ya, C-yə, B 4 dənə tilli təpədir, B 4 dənə tillidir. Baxaq, birdən hansındasa. Aha, dəqiqdir ki, C variantı burada çıxır. Buradakı uyğun gəlir hələlik sadəcə nədir? C ilə Y-nin arasında əlaqə olub olmamağından tuta bilərik. Burada C-Y getdi. C-Y varmı? Yoxdur. C-dən Y-yə var. Deməli, 5-ci sualda C-dən Y-yə var deyə A variantı doğru cavab olmuş olur. 6-cı sual. Deməli, rəqəmliklər işləmişik. Qrafda hansı təpənin hansı rəqəmlə ifadə olunduğu öncədən məlumdur. Bunu təyin edərək A təpəsindən Y təpəsindən qısa yolun uzunluğu müəyyən edək. Deməli belə, bu növ suallarda nə etməyimiz məqsədə uyğundur. Təpələr bir-birlərindən til sayına və yaxud kimlərlə necə qonşu olduğuna görə fərqlənə bilir. Əgər qonşulu çəki matrisi olarsa, oradakı til uzunluqları miqdarı da təyinat verə bilər. A-da 4, Y-də 2, C-də 4, D-də 3, B-də 2, F-də isə 1-dir. Dəqiqdir ki, bizə nə deyib? A təpəsindən Y təpəsinə qısa yol. Deməli, çəkilik qraf deyil. Deməli, getdi. F-i dəqiqdir ki, təyinləyə bilərik biz bir tilli. Bu 4F-dir. Aşkar fərqlənir. Yəni 4 nömrəli bu F-dir. F ilə 2 dənə 4 təpəli var. Diqqət etsək 2 dənə 4 təpəli var. Biri F-dən qonşudur, biri F-dən qonşu deyil. F-dən qonşu olan C-dir. Ona görə burada 5-ə C yazıram. Gördüyünüz kimi. C-ni tapdıq. 2 dənə digər 4 təpəli A-da onda. Yəni 3 nömrəli təpə A olacaq. 3 nömrəli təpə A-dır. Daha sonra isə biz diqqətləsək 4 təpələri tapmışıq. 3 təpəli bir dənədir. O da D-dir. 3 təpəlini axtarmağa çıxırıq. Baxdıq, bir nömrəli təpə D təpəsi olur. Deməli, D ilə qonşu olan D təpəsi, D ilə qonşu olan 2 təpəli B-dir, yəni 6B olur. Əlim sürüşür. 6B-dir, 6B-dir. Y isə hər iki 4 təpəli ilə qonşu olan 2 təpəlidir. Buna görə də
2, y'dir. Bizdən də nə soruşub? A-dan Y-yə. A-dan Y-yə bu zaman gördük ki, biz 25 qiymətini almış oluruq. Yenə də bu şəkildə qeyd edirik. 25 isə B variantıdır. Ona görə 6-cı sualda biz B variantını seçmiş oluruq. Belə. Davam edək daha sonra. Növbəti sual. 7-ci suala keçid edirik. 7-ci sual. Ümumiyyətlə burada 27 yoxdur, 27-ni dəqiq çıxa bilərdik. A təpəsinə yetib. Yox, 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 qulaq as. Biz sualı axıra kimi oxumamışıq. Sualı axıra kimi oxumamışıq, tələsək. A təpəsindən Y təpəsinə gedən ən qısa yolun uzunluğunu deyir, birləşdirən tilin demir. A-dan Y-yə birbaşa 25-dir, amma diqqətlə isə bəlkə də başqa yollar var. Y-yə C gəlmək olur. Düzdürmü? 12. A-dan C-yə, C-dən bu 27-dir. Ona görə 27-ni silirəm. 25-dən baxaq görək daha kiçik ola bilər. A-dan D-yə, sonra D-dən C-yə, okey. A-dan D-yə, bunu matris çəkib, ağac çəkib daha yaxşı görə bilir. Deməli, A-dan D-yə qırmızılayacağım. D-dən C-yə, C-dən də Y-yə getməklə 6 plus 4 plus 12 kimi gedə bilərik. Ona görə 22 ola bilər. 22-dən qısa 20 var. Baxaq görə Y-yə elə daha tez getmək mümkündürmü, yoxsa yox? Deməli, A-dan D-dən gedəndə mümkün olmadı. Bu birisilər də böyük ölçüdür deyə A-dan C-B yox. Elə ən kiçiyi 22 olmuş olur. Ona görə 22 Y variantına doğru cavab verir. Qıraqda dövrlərin sayını müəyyən edin. Mən bu sualı həll etmək üçün deməli, keçid deyəcəm, bir dənə Word sənədə də açacağam. Sadəcə qəbulda belə qarışıq, kəsişməli düşsə nə edərsiniz, onu deməkdən ötürü. Kəsişməyən formata çevirəcəm. Diqqətləyin bir dənə. Deməli, belə bu qalsın. Bunu bir dənə Ctrl X. Rahat şəkildə bir dənə atar bura, atdıq. Bu durdu burada. Deməli, yəni qrafın heç bir əndəsi mənası yoxdur. Ona görə bunu bu şəkildə indi biz yazmağa çalışacağıq. Bu yeni elə bir gətirəcəm bu üzə ki, heç biri sürüşmüş olmasın, bizi çaşdırmasın bu şəkildə. Ona görə bunu biraz da yığım, ekranı isə yaxınlaşdırım, daha rahat görək. Gəldik bura. Deməli, bizdə A təpəsini qeyd etdim. Y ilə işim yoxdur. Y qalsın orada. B qalsın burada. Bu B olsun. Bu A olsun. Bu Y olsun. Bir D təpəsi də qeyd edilir. Bura D olsun bizə. F təpəsini buralıqda bir yerdə qeyd edəcəm. Deməli, mənə nə lazımdır? D ilə də A ilə də rahat olsun. Bunu D-ni səliqələndirək. Biraz bu D-dir, B deyil. Görünür. Yaxşı düşmür. Biz də yaxşılaşdıraq. Bu oldu D. Bura bir dənə F atıram. Yenə deyirəm, qrafın həndəsi mənası yoxdur deyə. Buralığa da bir dənə C atıram. Deməli. Və başlayıram qeyd eləməyə. A-dan Y-yə var deyə bu şəkildə. Sonra A-dan B-yə var deyə bu şəkildə. Sonra A-dan D-yə var. Okey. Biraz rəng qataq. Rəngimizi dəyişdirək buradan. Deməli, Y-dən C-yə varmı? Var. Y-dən C-yə var. Daha sonra C-dən F-ə var. Okey. Sonra D-dən F-ə var. A-dan F-ə də var idi. B-dən D-yə də var idi. Aha. Baxaq hər ehtimala tillərimizi sayaq. 1, 2, 3, 4, 5, 8 til. 1, 2, 3, 4, 5, 6, 7, 8 til. Bundan sonra isə aşağı şəkildə rahat görsənə bilir. İndi deyəcəm. Çoxbucaqlıları sayacaq. Bir daha mən baxmaq istəyirəm. Deməli, A ilə D ilə birləşir, F ilə C ilə birləşir, F-dən okeydir, Y 2 dənə tillidir, okeydir, C 2 dənə tillidir, okeydir, A 4 dənə tillidir, okeydir, D 3 tillidir, okeydir, B 2 tillidir, okeydir. Deməli, bir dənə bu 3 bucaqlı, bir dənə bu 3 bucaqlı, bir dənə bu 4 bucaqlıdır. Bu 3, yəni 3 dənə belə görürük.
Daha sonra isə əgər bu tili görməzdən gəlsə, burada dördüncü yaranar. Yəni 5 bucaqlı ki var. A, Y, C, F, D. Əgər bu tili görməzdən gəlsək, burada bir A, F, D, B yaranar. Dörd bucaqlısı yaranar. Bu da beşincidir. Bu beşinci. Əgər bunların hər ikisini eyni vaxtda görməzdən gəlsək, bu da altıncı til olar. Deməli, neçənci sual idi bu? Yeddinci sualda, altıncı til yox, altıncı dövrə olar. Yeddinci sualda Y variantı doğru cavabdır. A təpəsindən F təpəsinə, D təpəsindən keçməyən müxtəlif yolların sayını müəyyən edin. A təpəsindən F təpəsinə. A'dan F'ə gedəcəyik. D'dən keçməyəcək. D'dən keçməyəcəksə D'ni bombardıman eləyirik. Gəlin D'ni bombardıman edək. Deməli, D'yə girən və çıxan yollar bizi maraqlandırmayacaq. Ona görə ehtiyatlı şəkildə yazırıq. Bunu keçməyən deyəndə biraz qarışıqlıq ola bilər. Deməli, A'dan D təpəsindən keçməsin deyirik. A'dan B'yə bir cür, F'ə də bir cür, Y'yə də daha doğrusu bir cür keçidilə bilərəm. Onda B'dən çıxan bütün tillərə bir qeydləyəcəm. Bura bir, bir, daha sonra bura bir artıq. DC yolu bizə maraqlı deyil. Həmçinin DC yolu, həmçinin DC yolu. C'yə bir cür gəldiyimdən C'dən çıxanlara bir qeyd eləyəcəm. Okay. Y'ye 1, 1, 1. 3 cür gələ bildim. Y'dən çıxanlara 3 vurgulayacağım. Eynən. Deməli belə. Daha sonra isə C'dən də F'ə 1 yazacağım. Çünki C'yə bir cür gələ bilirdim D'dən keçmədən. Bu zaman bizdə artıq 1, 2, 3, 4, 5 dənə oldu. Deməli 8-ci sualda cavab A variantı doğru cavabdır. Davam edək. Proqramı yalnız 2-yə və 2-yə vurma və 3% qala əməllərini yerinə yetirir. 7 ədədindən 20 ədədini almaq üçün proqram ən azı neçə əmri yerinə yetirməlidir? Qala. Deməli, mən bunu ağaçanda göstərə bilərəm. İnanmıram qəbulda. Bu öyrədici sualdır, yoxlayıcı sual deyil. İnanmıram qəbulda bu suallara rastlaşaq biz. Proqram yalnız 2-yə vurma və 3 vahid çıxma əməllərini yerinə yetirir. Bunu ən dəqiq bu şəkildə edə bilərik. 7 ədədindən 20 ədədini almaq üçün proqram ən azı neçə əmri yerinə yetirməlidir? Deməli, 7 xətalandırıram, yəni ağac çəkəcəm. 2-yə vuraraq 14 ala bilərik. 3 vahid çıxaraq 4 ala bilərik. 14-ü 2-yə vuraraq 28 ala bilərik. 3 çıxaraq 11 ala bilərik. 14-ü isə deməli 2-yə vuraraq 8 ala bilərik. 3 çıxaraq 1 ala bilərik. Əslində artıq görsənir. Davam edək. Deməli 11-dən 11-i 2-yə vuraraq 22 ala bilərik. 3 çıxaraq 8 ala bilərik. Artıq bu yol bizi yubandıracaq. Çünki 8-i daha tez almışdıq 2 dəfəmiyə. Ona görə bu bizə lazım deyil. Davam edək. 28-dən isə 2-yə vuraraq 56. Bu həddən artıq böyüyə doğru getdi. Bunu es keçə bilərdi. 25. 3 vahid azaltdıq. 56-ya getmək görsənir ki, böyüyə getməyin mənası yoxdur. 3 üstə çıxmaq. Burada əslində artıq müəyyən bir şey görsənir. 1-ə də getmək artıq bizim işimizi yubandıracaq. Yəqin ki, burada 8-dən 3 çıxanda 5 alınır. Deməli, 2-yə vuranda isə 16. 5-li də 2 dəfə. Buradan da gördüyümüz kimi yenə 13 falan bu uzadır. Gördüyümüz kimi. Amma daha tez 5-i 2-yə vurub 10. Onu da 2-yə vurub 20 ala bilərik. 1, 2, 3, 4, 5. 5 əməliyyatla tapa bilirik. Digərlərinin uzandığını gördük. Ona görə hardan gördük? 1, 2 əməliyyat, 3 əməliyyat, 4 əməliyyat və 5-ci əməliyyat biz 20-ni aldıq. Keçdik 9-cu sualda C variantı doğru cavabdır. Təkili qrafda A təpəsindən K təpəsinə gedən ən qısa yolu müəyyən edin. Aha, bu sualı həll etmək üçün mən ağac çəkəcəm. A təpəsindən K təpəsinə gedən ən qısa yolu. Belə şifahi də az qalsın da görsənir. Dinləyə.
Baxın, əgər mən D-dən K-ya gedəcəmsə, necəsə, 11 ilə yox, 4, 4, 8 ilə getmək məqsədə uyğundur. Ona görə bunu belə es keçə bilərik. Sonra A-dan C-yə çerez D getsəm, D vasitəsilə 7 plus 4, 11, bu 12-dir. Bunu da silərəm. Sonra birbaşa buradan 7 ilə getmək, daha üstünlüyü ilə 8-dən plus 6 getmək. Bura 13 edir. Burada artıq 13 plus 4 17 edir. C-yə gəlmək üçün K-ya gördüyümüz kimi keçmək üçün C-yə gəlib keçmək lazımdır. 12, 11 yoxsa 13-sən. 11-i seçərik hər halda. C'ye. Buradan da zaten 4'tü. 11 plus 4 bizde 15 edecek. 10. sual C variantı doğru cevaptır. Çəki qrafda ən uzun dövrənin ölçüsünü müəyyən edin. Hə, bu suallar mənim xoşuma gələn sual deyil. Amma gəlin baxaq. Ən uzun dövrənin ölçüsünü müəyyən edin. Bunu da yenə də bir neçə cür yazmaq olar. Deməli belə, ə, deməli belə A D təpəsi yenə bunu dövrə söhbəti deyil, kəsişən kimi görsənənləri bacardıq qədər ləğv eləməyə çalışacağam. Bacardıq qədər. İndi nə qədər mümkün olacaq onu zaman göstərər. A, D 5 təpədir. Bunu yeni buralıqda bir yerdə edək. C də buralıqda bir yerdə olsun. Bu oldu A. Bu oldu B. Bu oldu D. Bu oldu bizə Y. Bu oldu nə? C. A'dan D'ye 8'dir. A'dan B'ye 6. Bacardıq qədər bir yerə gedəndə uzun yol seçəcəyik. 11'dir. D'dən Y'yə 11'dir. Sonra Y'dən C birləşdirən telin uzunluğu Y ilə C-ni bu bizə 5'i verir. Daha sonra isə rəsmilik B'dən C-ni birləşdirən telin uzunluğu bizdə 7'dir. Sonra B ilə D-ni birləşdirən telin uzunluğu bizdə 14'tür. Deməli, T-dən 3 dənə çıxdı. A-dan 3'lü biri qalıb. Hələlik A-la C-ni birləşdirən. Başqa Y-dən 2 teldir, B-dən 3 teldir. Onda bir dənə kənardan çəkəcəm ki, görsəm və birləşməsin. Buna bir dənə belə bir şey. A-dan C-yə yazıram. Bacardıq qədər kəsməsin. Bu 18'dir. İndi bizdən nə deyib? Çəkili qrafda ən uzun dövrənin ölçüsü. Okey. Hı -hı. Bu biraz yoran sualdır. Niyə görə? Bizə ən uzun dövrə biz çalışacaq ki, bütün təpələrdən necəsə keçid edək. Ona görə ən çox haçalanan deməli biz məqsədə doğru sayacaq ki, bu 18-dən keçsin. Gəlin indi cəhd göstərək. İşdir şikayət. Gördüyümüz kimi diqqət edək. Baxın, bu 6 yolundan istifadə etmək məqsədə uyğun sayılmayacaq. Səbəb ondan ibarətdir ki, 6 yolundan istifadə etməkdənsə 8 və 14 cəmindən istifadə edərik. Bu şəkildə ola bilər. Və yaxud belə gəlib A-dan B C8-ini S keçib belə keçə bilərik. Bu zaman neçə olur? Gəlin baxaq. 20, 31, 36, 4. Dediyim kimi ya 6 yolundan vaz keçməli, ya 8 yolundan. 6 yolundan vaz keçsək, çerezdə gələcək belə biz 11-dən 5-i zəmin itirmiş olacaq. Ona görə mən 8-dən 7-dən vaz keçib, yəni bu şəkildə gəlməyi üstün biləcəm, göstərək. Deməli, kənar yoldan tutaq ki, deyirəm, gəldik biz bu istiqamət üzrə gəldik. Artıq 8-ə girə bilərəm ya da 6-ya girə bilərəm. 6-ya girəcəm ki, 14'ü də götürüm, ardıcan 11'i də götürüm, ardıcan 5'i də götürüm. İtirdiyim yalnız 8-dən 7 olacaq. Belə olan təqdirdə biz hesablayaq. 18 bizdə var, 6 var, 7 yox, 7 yox, 14 var, 11 var və 5 var. Hansısa həyatdan.
6, 11, 5. Neçə edir ki bu? Baxaq. Deməli 24, 38, 49, 54 cavabı aldıq. Zaten cavabların içində ən böyüyü 54-dür deyə, yəni cavabımızın doğru olduğuna arxayınlıq qura bilərik. Qonşuluq matrisinə görə qonşuluq siyahısını qurun. Deməli biz görürük ki A, B, D, Y ilə qonşuluq hamısında bu özünü göstərir. B, A, C, D və F ilə A, C, D və F ilə qonşular. Ona görə bunu çıxırıq. 4 dil var. Olmalıdır. Burada 3 dildir. Sonra görürük ki, C həm B, həm də Y ilə qonşudur. C-nin heç bir incəyi yoxdur deyə bunu silə bilərdik. Həmən daha sonra isə C-də burada nəsə bir fərqli yoxdur. Yox, bura kimi eyni gəlirlər. D-dən A, B, D-yə baxaq. D-də A, B, Y, F-dir. A, B, Y, F. Burada F-i görmürük. Ona görə sildik. Sonra harada qaldıq? Y təpəsində. Y təpəsində A, C və D-dir. A, C və D-dir. Ona görə bunu da silirik. Bu səbəbdən dolayı 12-ci sualda A variantı doğru cavab olmuş olur. Davam edək daha sonra. Deməli belə. Növbəti sual. 13-cü sual. A təpəsindən I təpəsinə gedən müxtəlif yolların sayını müəyyən edin. A-da bir cür var ola bilərəm. A-dan B-yə 1, C-yə 1 qeyd edə bilərəm. O zaman B-yə gələn yollar sayı 1-dir deyə B-dən çıxanların hamısına 1 yazdım mən. Eyni C-yə də bir cür gəlirdim deyə C-dən də bu cür. Növbəti tamamlanan D-dir. D-dən çıxanların hamısına 1 yazıram bu səbəbdən dolayı. Növbəti tamamlanan Y-dir. 3 hamısına 3 yazıram bu səbəbdən dolayı. F-ə 4 cür gəldiyindən F-dən çıxanlara 4 yazıram. H-a artıq 7 cür gəldiyindən 7 yazıram. Sonda həmişə bu növ sualı yoxlamaq məqsədə uyğundur. Çünki xəta eləmək payı bu növ suallarda çoxdur. Bu səbəbdən dolayı ehtiyatlı olmaq yaxşıdır. 11, 11 plus 7 bizə 18 cavabını verir. 13-cü sual cavab 18 Y variantı. Bundan çox yoxdur deyə yəqin ki, səhv eləmərək. Prototip model münasibətini əks etdirmir. Bir qayda olaraq prototip orijinal sayılır. Yəni, belə deyək, model isə ona baxılıb yaradılan və yaxud nəsə prototip orijinal sayılır. Bu səbəbdən dolayı 14-cü sualda oxuyuruq. Deməli, robotun məntiqi quruluş sxemi. Burada biraz səncək, gözləyə bunu. Məktəbin şəkli əks etdirmir, əks etdirir. Bunlar əks etdirir. Yəni, belə deyəm, bu prototip yaradılan orijinaldır, var olan orijinalda yaxud model isə onun strukturunu göstərən bir şeydir. Avtomobilin texniki təlimat kitabçası olar. Kompüterin prosesoru, yaddaş qurğuları. Xeyr, əgər diqqətlədirsə, biz ilk 3 dənəsində bir sxematik anlayış ortaya qoyduq. Amma D-də bu kompüterin alt hissələridir, yəni qurğulardır. Ona görə D variantı. Binanın evakuasiya planı. Xeyr, bu da ikinci tərəf modeldir. Binanın modeli olur. O da evakuasiya planı, daha doğrusu planı. Riyazi modeldir. Obyektin ölçülərini dəqiq əks etdirən hər hansı xam maldan hazırlanmış model. Yox, xam maldan deyirdi ya, bu riyazi deyil, maddi strukturdur. 10 B variantında inşallah obyektin strukturunu sxematik olaraq dəqiq əks etdirən model. Sxematik çertojdur, bu informasiya modelidir, sxemdir. Ona görə bunu da doğru götürməyəcəyik. Obyektin parametrlərini ədədlərlə tam dəqiq əks etdirən cədvəl şəklində model. Deməli, cədvəl özü ayrıca bir model növü sayılır. Ona görə bunu deyə bilməliyik, amma buna bir sual qoyuruq. Davam edir. Obyektin elementlər arasında əlaqəni tənliklər şəklində ifadə edən model. Burada tənliklər gözləyik. Bu yəqin ki, budur. Obyektin davranışını statistik verənlərə görə diaqram şəklində göstərən model. Mən ən belə C, D, Y arasında qalırıq, amma burada aşkar D variantı doğrudur. Çünki tənlik ifadə edib, dəqiqdir bu. Buna görə D variantı doğru seçir. Obyektlər arasında əlaqə nə zaman ağac informasiya modeli ilə ifadə olur? Hiyerarxik struktura malik olduqdadır.
hiyerarxik struktura malik olduğudadır. Ona görə e, burada biz e, elə yəqin ki A variantı seçəcəyik. Ona görə davam edək. Necə gəlirdi, az bu verdim, fikrim dağılırdı. Ama devamlı okuyor. Verilen arasında əlaqə tabirçilik strukturuna malik olmayan, yok, olan olar, olmayan olmaz. Olan hallar olar. İki obyekt arasında birden çox, xeyr. Bir neçə əlaqə varsa burada söhbət dövrəlik anlayışından gelirdi. Və ağacda dövrə olmur. Getdi. Əlaqələrin sayı obyektlərin sayına bərabər olduqda. Əlaqələrin sayı obyektlərin sayına əlaqələr bərabər olanda, xeyr, din niyə? Çünki ağac modelində biz deyirik ki, n dənə obyekt varsa, n minus bir dənə əlaqə var. Bu qayda bilmək lazımdır. Ona görə bu da xeyr. Verən arasında heç bir obyektlə əlaqəsi olmayan obyekt olanda xeyr. Bu yalqız təpə anlayışına girir. Ağacda isə ilgə, ə, dövrə, yalqız təpə və bu kimi bir şeylər olmaz. Bu səbəbdən dolayı Y yanlış variantdır. Ona görə 16A. 17-ci sual. Şagirdin çantasının hərəsindən 3 rəngdə qara, qırmızı, gömrək daşı və xəttkeşi var. Şagirdin bu lavazımatlarla fərqli rənglərdə hərəsindən bir ədəd olmalı neçə sorular seçə bilər. 3 rəngdə deməli qələmi, karandaşı və xəttkeşi var. Anlamadım. Hı -hı. Sualı anlamadım. On 17'də. Bir 3 rəngdə qara, qırmızı və göy olmaqla anlamıram ki sualı. Olmaqla qələmi, karandaşı və xəttkeşi var. Əla. Deyir ki, fərqli rənglərdə və arasından bir ədəd olmalı neçə sulla seçə bilər. Okey. Deməli, hə, rəngləri təkrarlanmasın deyir. Okey. Rəngləri təkrarlanmasın deyir. Ha, deməli, məsələ nədən ibarətdir? İstəyir 3 cür, aydındır, sual biraz gecə aydın oldu mənə. 3 cür bir şeyimiz var. Nəyi var? Qələmi var, yoldaşım. Karandaşı var və xəttkeşi var. Sual biraz karandaşı və xəttkeşi var. Bu yoldaş deməli 3 cür rəng var. Deməli hərəsindən bir dənə götürəcək. Əla. Deməli qələmi 3 cür rənglər təkrarlanmasın deyə 3, 2 və 1 halı mümkündür. Çünki burada istifadə olunan rəng burada istifadə olunmaz. Burada və burada istifadə olunan rəng üçüncüdə istifadə olunmaz. Kombinatorika biliyinə görə bu 6 eləyir 17-ci sual C variantı. Bütün ağaclar qraf hesab olunur. 18-ci sual. Bəli. Bütün ağaclar qraf hesab olunur. Bəli. Əlaqəsiz qrafda dövrə ola bilməz. Niyə görə ki? Ola bilər. Ağacda təpələrin sayı tillərin sayına bərabər ola bilər. Xeyr, bayaqları dediyim kimi n-1 vəziyyətindədir. Qrafda təpələrin sayı tillərin sayına bərabər ola bilər. Bəli, misal üçün düzbucaqlını bir qraf kimi qəbul etsək olur. Ağac dövrəsiz əlaqəli qrafdır. Dövrəsizdir, bəli, və əlaqəlidir, bəli. Ə, Ona görə əlaqəsiz qrafda dövr ola bilməz. Ola bilər də dedik, bunu dedik. Deməli 1, 4, 5 doğrudur. Bu da 18-ci sualda B variantı doğru cavab olur. Buna görə belə. Davam edək. Növbəti sual. Yoldaşlıq matrisinə əsasən A təpəsindən Y təpəsinə neçə müxtəlif yol olduğunu müəyyən edin. Bu sualı həll etmək üçün ən yaxşı bir şey ağac çəkməkdir. Ə, Keçirik biz də ağacımızı çəkməyə. A təpəsindən Y təpəsinə neçə müxtəlif yolla. Görürük ki, adi qrafda ona görə elə ən yaxşısı ağacdır. Hər təpədən ən çoxu bir dəfə keçmək olar. Başlayaq çəkək. Deməli, bu şəkildə necə? A təpəsindən haralara yol var? Biraz kobud olacaq. A təpəsindən B və C təpələrinə yol var. Bunu başqa cürdə yazma olur. B və C təpəsinə yol var. Birbaşa yoldan söhbət gedir. B təpəsindən D və Y söhbət hara gedir? Y. B təpəsindən
Y'ye ve D'ye yol var birbaşa. Daha sonra bu bir oldu artık. C tepesinden yine D'ye ve Y'ye var. Onu biraz kenarlaştıra. Y'ye ve D'ye var. Okey. Bu D tepesinden B'ye bu D tepesinden biz B'ye yok. D'den haralar var. B'ye, C'ye, F'e var. Bize okey. D tepesinden hara var. B'ye, C'ye, F'e. Bu B'ye, D'ye gələndə biz keçmişik B'den. Ona göre C ile F'i qeydləyəcəyik. Yakala. Yakala. C'den F'e. Deməli, D'dən Y isə yox idi. Bu C'dən birbaşa Y-yə var. Belə artıq başqa yerə gedə bilməyəcək. Səbəb nədir? C-dən 2 təpəyə yol var. Daha doğrusu 3 təpəyə yol var. A-dır. Bu A-dan gəlmişik. Daha sonra D-dir. D-dən keçmişik. Bu səbəbdən dolayı. D-dən F-ə. F-dən isə ya D-dir ya Y-dir. D-dən gəlmişik deyə bu Y olacaq. Devam edək. Artıq bizdə 4 yol yaranıb. Bu D-dən isə C-dən gəldiyimizə görə bu D-dən biz B-yə və F-ə keçid edə bilirik. D-dən B-yə və F-ə. B-dən A-dır gəlmişik. D-dir gəlmişik. Artıq biz B-dən Y-yə keçid edə bilərik. Burada ancaq B-dən Y-yə. F-dən isə bir D-dir. D-dən gəlmişik. Tekrar keçmək olmaz. Y'ye keçid mümkündür. 1, 2, 3, 4, 5, 6 yol edir. Yəni, keçən sual idi. 19-cu sualda cavab 6 deyir. Bu da D variantı doğru cavabdır. Qraf haqqında doğru fikirləri müəyyən edək. Əlaqəli qrafdır. 20. Deməli, bunu gərək baxaq, tələsmək. Digər mənlər yönəldilmiş qraftır, yəni diqraftır. Yönəldilmiş qraftır. Deməzdim. Çünki tamam, 9, 9, 18, 18, 16, 16 deməzdim. Çünki nəyə görə? Baş diaqonala görə simmetrik görürük. Baş diaqonala görə simmetrik görürük. 12, 12, 9, 9, 18, 18. Qrafda Y təpəsi D və F təpələrinə tillə birləşir. Qrafda Y təpəsi başa düşmədi. Birbaşa mı yoxsa yox? Qrafda Yalqız təpə var. Mən görmürəm Yalqız təpəni, çünki qonşusu olmayan bir təpə görünmür burada. Qrafda dövrə var. Bunu da baxaq görə bilirik. A-dan B-yə, B-dən C-yə, A-dan B-yə, B-dən C-yə var. Sonra C-dən Y-yə, A-dan B-yə, B-dən D-yə, D-dən A-ya var deyə. Dəqiqdir ki, var. Dəqiqdir ki, qrafda dövrə var. Axır ki, bir dənə nəsə variant tapa bildik. Tam arxan olduğumuz. Ə, Sonra yönəldilmiş qraftır. Buna xeyir dedik. Dedik ki, dəqiq yönəldilmişdir. Çünki baş diaqonala görə simmetrikdir. İkini əlaqəli qraftır. Bu aşağı görsənir. Heç bir yalqız təpə yoxdur. Ümumiyyətlə 1 ilə 4 eyni variantda olan məzəyə. Ona görə bu 1, 3, 4 ilə 1, 2, 4, 5-i çıxardı. Çünki bir-birinin tam əksidir. Ya 1, 5-dir ya da 2, 3, 5-dir. Bizə deməli 2 yönəldilmiş qraf olmadığını təyinləmişik dəqiq. Ona görə cavab 1, 5. 2, 3, 4-də də qrafda Y təpəsi D və F təpələrinə tillə bir neçə tillə birləşir də. Y təpəsi B ilə C-yə birbaşa birləşir. Yəqin bu nəzərdə tutulub. 20-ci sual Y variantı doğru variantı. Qonşuluq matrisinə uyğun qrafın əlaqəsi olması üçün hansı təpələri birləşdirən til olmamalıdır? Deməli, bunu ağac çəkib də eləyə bilərik. Bunu ağac çəkib də eləyə bilərik. Bunu açığı mənim abituriyentlərimdən sual vermişdilər və biz bir şey təhlil elədik. Bu bir qayda olaraq effekt verir. Bu sualı bilmişdilər deyə. Deməli, burada məsələdən ibarətdir. Burada CD təpəsidir. Nə səbəb nədir deyəcəm indi.
Ə, deməli belə, səbəb ondan ibarətdir ki, əgər biz CD təpəsini ə, qırsaq, CD təpəsini qırsaq, yəni belədir. Əgər qırdığımızın, yəni diqqətləyin, qırdığımız D-dir, düzdürmü? C-dən D-yə gedən yol. Baş diaqonaldan sağ tərəfdə ondan bir dənədirsə və qırılan da baş diaqonaldan aşağı tərəfdə həmin C bir dənə qonşusu varsa, ə, yəni o qırır, belə deyək. Misal üçün D-Y niyə görə demirik? Çünki D-dən Y-yə və F-ə var. Düz bu tərəf Y 1'dir, amma bu tərəfdə 2'dir. Çəkib də görə bilərik bunu. Misal üçün deyirəm, burada bu olmasaydı DF, D'dən F. Biz D'dən Y'yə yəni qırsaydıq da olardı. Buna görə cavab bu dediyimi bir neçə dənə təhlil edib görə bilərsiniz. Maraqlı bir şey alınacaq. Ə, yəni bu qaydanı mənimsəyə bilərik. Məncə heç bir halda yanlış olmur. Bir daha deyirəm. Əgər ki, belə deyək, o iki təpə arasında birinin baş diaqonaldan sağ tərəf, o yuxarı tərəfdə belə deyək, ə, bir dənə biri varsa, digərinin də uyğun olaraq baş diaqonaldan aşağı tərəfdə bir dənədirsə, onda qırma olur. Yəni həmin yerdən qırılır C-dir. 1, 3, 5 və 10 kiloqramlıq qablarla gavalı mərəbəyə saxlanılır. Qabların ikisi dolabda, ikisi stolun üstündədir. Görünür mətin məntiqi təhlilidir. Keçdik bunu. Ə, Ataq buna bir dənə Ctrl X. Bir dənə cədvəldə edək tələsmədən. Deməli, qablarda nədir? Cavalıdır, çiyələkdir, əncir mürəbbəsi. Qabların ikisi də olub. Nəyə soruşur ki? Deməli, qablarda cavalı, albalı, çiyələk və əncir. Okey. 4 növ obyektin 4 növ obyekt əlaqəsidir. Buna görə 5-in 5 bir dənə cədvəl qururuq və biraz səliqə səhmanı salırıq, tələsmirik. Deməli, 1 kiloqramlıq qab olsun, 3 kiloqramlıq, 5 kiloqramlıq, 10 kiloqramlıq olsun, sonra çiy, yəni çiyələk, sonra nə var orada? Əncir, bənd, ə, cavalı olsun, sonra olsun albalı. Deməli, qabların ikisi dolabda, ikisi stolun üstündədir. Okey. Bu bizə ikisi dolabda, ikisi stolun üstündədir. Məlumdur ki, albalı mürəbbəsi dolabda deyil. Əla. Çiyələk mürəbbəsi dolabda 3 kiloqramlıq qabda olan mürəbbənin yanında qoyulub. Okey. Deməli, çiyələk mürəbbəsi dolabda deyil, 3 kiloqramlıq qabda deyil, olan mürəbbənin yanında qoyulub. Deməli, bu 3 kiloqramlıq özü dolabdadır. Çiyələk özü də dolabdadır. Məlumatını çıxardırıq. Əncir mürəbbəsi ən böyük qabdadır. Deməli, əncir mürəbbəsi buradadır. Okey. Onda minus qoyduq. Daha sonra bu data bizə heç bir şey verməyəcək. Sonra sildik. Ən kiçik qap stolun üstündədir. Əla. Deməli, bu bir stolun üstündədir. Bir dəqiqdir ki, stolun üstündədir. Əslində bu dolabdırsa, çıxır artıq cavab. Baxaq. Bir stolun üstündədir. Nədir? Cavalı mürəbbəsi. Gedək. Deməli, çiyələk dolabdadır deyə. Burada stolun üstündə olmayacaq. Bura doğrudur. Bura dolabdır. Onda bu arada bura stolun üstüdür bu şəkildə. Ə, Sonra nə deyib? Deyib ki, cavalı ilə albalı arasında qalmışıq. Çeyrək mürəbbəsi dolabda 3 kiloqramlıq qabda olan mürəbbənin yanındadır. Okey. Deməli, deməli, əncir mürəbbəsi maraqlıdır. Hə, məlumdur ki, albalı mürəbbəsi dolabda deyil. Bunu görməmişik. Albalı mürəbbəsi dolabda deyilsə, albalı 3-də deyil, məcbur olur. Ə, deməli, 1-də albalı bura plus, bura minus olduğundan minus şəklində. Burada da plus var, burada minus qoyulur. Cavalı 3 kiloqramlıqda və dolabdadır. Ona görə 22-ci sualda A variantı doğru cavab olacaq. Keçdik 22-ci suala. Variantı qeyd edirik. Turist A məntəqəsindən birbaşa C. Oradan da birbaşa D məntəqəsinə getmişdir. Bu tərəfdə nəsə var? Yox. Aha.
Gəlin bunu götürək yenə. Yəqin ki, ağac və yaxud qraf çəkəcəyik. Sualı oxuyaq. Ə, deməli belə. Turist A məntəqəsindən birbaşa C, oradan da birbaşa D məntəqəsinə getmişdir. Yazaq da. Deməli, ə, bir məntəqəsi birbaşa yol var. Deməli, turist A məntəqəsindən birbaşa C, yəqin ki, ağac çəkək, oxuya-oxuya lazım olar, başqa cür tətbiqləyərik. A məntəqəsindən birbaşa C məntəqəsinə, oradan da birbaşa D məntəqəsinə getmişdir. Okey. D məntəqəsindən getmişdir. D məntəqəsindən birbaşa B, D məntəqəsindən birbaşa B, oradan da F məntəqəsinə getmişdir. Okey. Gəldi. D-dən də hara gedib? B-yə gedib. Düzdürmü? Sonra oradan da birbaşa F məntəqəsinə getmişdir. Okey. Sonra e, F məntəqəsi ilə birbaşa əlaqəsi olan Y. F məntəqəsi ilə birbaşa əlaqəsi olan Y. Okey. F-dən Y-yə birbaşa əlaqə var. Sonra nədir? Məntəqəsi B və məntəqəsində birbaşa yol var. Əla. B-dən də Y ilə arasında bir-birlərində yol var. Sonra hər ehtimalə belə qoyaq. Deməli, sonra C-də arasında əlaqə var Y ilə. Sonra nədir? Bu sxemaya uyğun olaraq turist, okey, F məntəqəsində. Əla, əla. Deməli, baxaq. Deməli, turist hal-hazırda F məntəqəsindədir. F-dən A-ya qayıtmaq istəyir. Turist F-dən A-ya qayıdan zaman F-dən haralara keçid edə bilər. Gəlin, indi tərsinə çəkək burada bir dənə ağac. Bu datalar bizdədir. F-dən turist ilk öncə gedə bilər, dəqiqdir ki, B-yə. F-dən B-yə gedə bilər. Bu dəqiqdir. Sonra baxaq bir dənə nə deyib burada? Qarşı olsan Y məntəqəsində. Bu Y-dir. F-dən B-yə gedə bilir və F-dən Y-yə gedə bilir. Sualın şərtinə görə F-dən B-yə, F-dən Y-yə gedə bilir. Bəs B-dən haralara gedə bilir? B-dən gedə bilir D-yə. Zaten burada var. Sonra B-dən yenə Y-yə gedə bilir. Bəli. Sonra diqqət edək. Sonra Y-dən haralara gedə bilər? Y-dən həm B-yə gedə bilər, həm C-yə gedə bilər. Biz də həm B yazırıq, həm C yazırıq. Daha sonra bu D-dən gedə bilər. Bu B-dən D-yə getmişsə, buradan C-yə gedə bilər. Buradan C-yə gedə bilir. Əla. Bu C-dən Y-yə getmək artıq təzədən C-dən fırlayacaq. Çünki A-ya giriş məcburdur ki, C-dəndir. Başqa cür giriş yoxdur. Ona görə C-yə çatmağımız bəsləyir. Daha sonra bu Y-dən gedə bilər yenə C-yə. Sonra birbaşa çata bilir. Bu B-dən C-dən gedə bilir. Bu deməli bu C-dən gedə bilir Y-yə. B-dən gedə bilər D-yə. Deməli belə. B-dən gedə bilir. B-dən D-yə gedə bilir. Həmən. Okey. Baba bu C-dən Y yazmışam. Niyə görə C-dən Y yazdım ki mən? Ehtiyac yox idi. Çünki Y-dən gəlib burada xəta eləyirdik. Bu C-dən o zaman bu gedəcək. Zaten C-yə çatdısa devamlı A-dır da. Növbəti mərhələ dedik ki A-dır. Ona görə A-ya çatmış sayılır. Bunlar üçü də. D-dən isə yenə C, yəni C vasitəsi C-dən keçməklə A-ya keçid edir. Bir sadəcə biri bu idi. Düzdürmü? Yolda haşiyə çıxan yerləri, misalən B-dən, baxın, F-dən bir B-yə dönə bilərdi. Bir də F-dən Y ilə gedə bilərdi. B-dən isə həm Y var idi, həm də D var idi. Beləcə aça-aça getdik, başqa bir şey eləmədik. Yəni 4 dənə çıxdı burada cavab. 4. 24-cü sual. Müxtəlif yolların sayını A təpəsindən N təpəsinə. Yenə də bunu da ağacla tətbiq edəcəyik.
Keçək suala. Qrafda A təpəsindən N təpəsinə, A təpəsindən N təpəsinə gedən müxtəlif yolların sayını müəyyən et. Hə, deməli belə. A-dan haraları keçid olur? Gəlin baxaq. Əslində biraz şifahi də görsənər. Neysə, baxaq. A-dan N-ə deyir. A-dan 3 yerə keçid var. A'dan elə biri promoy N'dir, birbaşa N. Sonra A'dan D'ye var. A'dan B'ye var. Əla. Sonra deməli, təpəsinə gedən müxtəlif yolların sayını müəyyən edək. Sonra D-dən birbaşa N yoxdur. N-ə ya çerez B getməlidir. Əgər A-dan B-yə gəlmişəmsə, B-dən D-yə getsəm fırlanacam. Ona görə B-yə gəlmişəmsə artıq, yəni B-yə çatanlar birbaşa N-ə girir. Ona görə N tələsmirik. B-dən başqa yerə getməyəcəm. Niyə görə? N-ə ya A-dan giriş var, ya da B-dən giriş var. Ona görə bu şəkildə. D-dən isə ya bu şəkildə B-yə gedəcəm. Çünki D-dən A-yadır, A-dan gəlmişəm. D-dən B-yedir, bir də C-yedir. D-dən B-yedir və C-yedir. B-yə çatdımsa ancaq N məsləhətdir. Çünki yoxsa B-dən təkrar fırlanaram. Ona görə bu yaxşı X istiqamətin kənardan başqa yerə getməyə məqsədə uyğun getmir. C-dən də A-ya gəl, A-dan D-dən məcbur yenə B qalır. B-dən də birbaşa N. Yenə gördüyümüz kimi 4 cavabı alırıq. Bundan əvvəlki sualdakı kimi. Elnur isə sonunda Elmir Universitetini Elnurun artıq 3 ildir ki tanıyır. Aha, bu da mətnlə bağlı sualdır. Ona görə götürdük. Həmən getdik. Nə deyir? Ctrl X. Yenə cədvəlimizi çəkək. Bu video nadir videolardan oldu ki, mən sürətlə danışmıram, yavaş-yavaş danışıram. Çünki bəzi izləyicilər istəyib ki, biz asla sürətlə danışaq. Ona görə də bu şəkildə nə deyirik? Add floating metric controls nədir? Emir 4 nəfərdir. Əla, 4 nəfər üçün bir işi görəcəyik biz. Nədir? Deyir ki, adamlar kimlərdir? Adamlar Selimədir, Səməddir, sonra Elnurdur, sonra Elmirdir, Elnur bunları bütöv yazaq. Sonra deyir ki, birinci, ikinci, üçüncü və dördüncü kurslarda təhsil. Məlumdur ki, Səməd təhsilin ilk ilində, Elnur il isə son ilində deyil. Deməli, məlumdur ki, kim Səməd təhsilinin birinci kursunda deyil, Elnur isə sonuncu kursda deyil. Əla. Elmir universitetdə Elnur'u artıq 3 ildir ki tanıyır. Elnur'u 3 ildir ki tanıyır. Onda bunlardan biri 3, biri 4 olmalıdır. Deməli, Elmir dəqiqdir ki artıq 4, Elnur 3-cü kursda oxuyur. Sonra Səlmə 3-cü kursda təhsil alır. So, bunun digərlərinə açıq qoyuruq. Dəqiqdir ki, bu şəkildə. Səlimə məcbur birinci kursa təhsil almış olacaq. 25-ci sual artıq cavab 1. Yenə də nədir? Çəkim matrisinə görə qrafın A təpəsindən D məntəqəsinə gedən D məntəqəsinə gedən ən qısa yolu müəyyən. Yenə də ağac çəkəcəyik. A'dan deməli A'dan 4 yerə yol var. Ara. B, C üstündə də müəyyən işlər görə bilərdik, etmirik. Deməli, bu 11-dir, 16-dır, 15-dir, 12-dir. Əla. Daha sonra davam edək. Sonra B-dən haralara yol var? B-dən C-yə, D-yə və B-dən C-yə, D-yə və Y-yə yol var. 10-dur, 5-dir və 9-dur. Əla. Deməli, artıq bir neçə yolu istisna eləyə bilərəm ki, mənə ehtiyac yoxdur. Misal üçün deyir, A-dan birbaşa Y-yə 9 var idi. Neynirəm B ilə gedib o boyda gedən. A-dan D-yə birbaşa 16 idi. Burada 17-dir. Bunu çıxıram. A-dan C-yə birbaşa 15 idi. Amma B ilə gedəndə 10-dur. 10 plus 12. Bunlar yəni B-dən keçmək məqsədə uyğun sayılmır. C-dən D-yə 17-dir. Həmən
görürəm ki, C-dən D-yə getmək 17 sərfəli bir şeydir. Çünki 15 plus 17 16-dan daha böyükdür. Ya A-dan bizə hara deyib? D təpəsinə 16-dır. Okey. A'dan Y'ye biz A'dan D'ye 16 görmüşük. Birbaşa A'dan Y vasitəsilə D'ye isə görünür ki, Y'dən hara var? D'ye var. Bu da 4'tü. 11 plus 4 15 daha kısa oldu. Uyğunluğu müəyyən edin. Statik model dinamika. Kimyəvi birləşmənin formul, yəni parametre etibarıyla zaman keçdikcə dəyişməz. Çünki eyni bir kimyəvi birləşmədən gedir. Buna görə statik model sayılır. Daha sonra video çəkiliş edən pilotsuz uçan aparat. Bu orijinalın özüdür. Yəni bunu heç birinə aparatın özüdür də. Bu orijinal da bir model sayılmır. Bu arada təzyiqin dəyişməsini hesablayan proqram. Deməli belə. Bu proqramda zaman keçdikcə dəyişiklik edilərmi, edilməzmi o vəziyyətə baxır. Bunu biz saxlayaq, hələlik sual qoyaq. Gün ərzində nisbi rütubətin dəyişikliyini ifadə edən qrafik. Aha. Deməli, zaman keçdikcə bu qrafik dəyişəcək. Ona görə bunu dinamik saymaq olar. Bəyənmədim sualı. Müəyyən nisbi anlayışlar var ona görə. Nəsə, burada D, amma öyrədicilik üçün yaxşı sualdır. O cəhətdən də var. Bunu D-yə aidləyərəm. Daha doğrusu D-ni 2-yə aid edərəm. Daha sonra kitabın mündəricatı. Kitabın eyni bir kitabdan gedirsə, kitabın mündəricatı, kitabın modeli, xülasə strukturu ifadə edirsə, bunu statik olaraq ifadə etmək olar. Deməli, və boruda təzyiqin dəyişməsini hesablayan proqram, inanmıram ki, bu statika aid olmaz. Çünki fikirləşilər ki, nə bilim, parametr daxil etməyi demirəm. Yəni girişə verməyi demirəm. Zaman keçdikcə o proqramda dəyişiklik edilər yəqin ki, onu nəzərdə tutub, dinamika aid edilər. Niyə görə bir cümləmədim? Çünki A, Y, C üçü birinə, ikisi birinə gəlmək söhbətinə görə, yəni məcbur 2-də C-ni doğru variant olaraq qeyd edəcəm. Bu şəkildə. Sonra çəkili qrafda bütün dövrləri müəyyən edərək uzunluqları ilə bircə ifadə edin. Yenə də bu sualı mən belə deyək, götürüb atacam bir C-də bura. Burada edəcəm. Necə burada edəcəm? Bu yeni burada silirəm mən. Görməzdən gəlirəm. Bura yazacam. Rahat görək deyə. Yoxdur. Elə bir o 8 falan yoxdur. Bu şəkildə Y olacaq. Burada deyəsən çox çıxacaq. 1, 2, 3, 4, 5, 6 dənə dövrə çıxacaq. 6 dənə çıxır da. Bunu yoxdur. Gəlin belə eləyək də. Üstündə eləmirəm. Böyürdə eləyəcəm. Görək. Ayrım bu. Orijinal dursun yuxarıda. A buradadır. B. Sonra burada da bir təpə var idi. Təpənin adına da baxaq. D. Okey. D. Sonra C burada olsun. F, y'ni bura düşürdəcəm. Ona görə bura B, C, A, D və Y yazacağım. Deməli, Y-dən 2 til var. Biri D-yədir, biri C-yədir. Okey, C-yə 3-dür, D-yə isə 8-dir. Sonra bura 8 yazırıq. C-dən D-yə də B-yə var. Bu 5-dir. Sonra B'den A'ya var. Bu 4'tür. Sonra A'dan D'ye var. Bu da 4'tür. Daha sonra hara var? A'dan C'ye var. Bu 11'dir. Biri qaldı deyəsən hansı? 11. Deməli belə. Hansısa qaldı mı? Qalmadı mı? Bu çeşit. Aha. D ilə C'nin arasındakı da var. D ilə C'nin arasındakı da 7'dir. İndi baxaq. Deməli, ən balacalarından başlayacağım. C, D, Y, C, D, Y, C, Y, C, D, Y, C. Bu 7 plus 3 plus 8'dir. Bu 18 verdi bizə. İkinci
En balaca deyəndə ən az til sayından dedim. A, D, C, D, A. Daha doğrusu A, D, A, C, D, A, A, C, D, A. Yəni 3 tilli olan 4, 11 və 7, 28, 18, 22. Daha sonra burada A, B, C, A, A, B, C, A, A, B, C, A. Bu da 4, 5, 11, 20 eder. Növbəti, növbətçisi artıq tilləri 4 tilli olanlara baxacağım. Axırda isə 5 tilli görəcəyik. 4 tillilərdən A, B, C, D, A. A, B, C, 1, 2, 3, 4, 5, A. A, B, nə dedik sonra? C, A, B, C, D, A. Bu bizə nə verir? Baxaq. Deməli 4, 5, 9, 16, yenə 20 cavabı aldıq biz. Buna da 20. Sonra deməli, sonra nə olacaq? A, yəni B offside düşür. A, C, Y, D, A, A, C, sonra nə idi? A, C, Y, D, A. Bu da bizə nə verir? Baxaq. 11, 3, 14, 22 və 26. 26. Sonra isə A, B, C, Y, D, A. Bütün təpələri saxlayan dövrə A, B, C, D, A, B, C. Yox, D yox. A, A, B, C. Okey. Y, D, A. A, B, C, Y, Y, D, yenidən A-ya gəlir. Və bu nə qədər edir? Baxaq. 4, 5, 9, 3, 12, 20. Bu da edəcək 24. Növbəti sual. Bu da etdi 24. Növbəti suala keçid edirik. 24. Qonşuluq matrisinə görə qraf informasiya modelini qurun. Elə burada quraq. Bu üstünə də ağac quraq burada. Deməli, qonşuluq matrisinə görə 7 təpədəyim. İlk öncə deyəm belə eləyək də bunu burada çəkək, aşağı ərazidə çəkək burada. Deməli, A təpəsi oldu bu. A'dan B, C, D'ye var. Sonra B'den ara var. D, Y, F var. Neyse bu olsun B. Bu olsun C. Bu da olsun D. Uzağa başa eğri olardı. Sonra B'den A'nı yazdık. B'den Y'ye ve F'e var. C'den de Y'ye, F'e var. Onda bu Y, F'i belə şəkildə çəkəcəm. D'den de Y, F var. Hamısında Y, F var ki. Deməli, Y, F deyəcəm belə. Görək sonra nə baş verir. B'den de Y'ye ve F'e var. Bu hara fırlasaq biraz kesişmiş kimi olacaq. Bunu bu tərəfdən fırlayıb bu tərəfdən fırlasaydıq məcburuq da B'den de Y ilə F kesişir. Daha sonra rəngi dəyişək. C'den de Y və F'e gedən var. Sonra rəngi bir daha dəyişək. Sonra D'den de Y və F'e gedən var. Sonra deməli C gedən yoxdur. C-yə heç biri getmir. C offside-da qalıb. İfsoda C qaldı burada offside-da. Maraqlıdır. Yalqız qaldı. Yəni okey, Y-dən hamısına get, üçünə getdi oradan. Okeydir. Məncə deməli növbəti sual 30. A təpəsindən D təpəsinə hər təpədən ən çoxu bircə dəfə getməklə gedən bütün müxtəlif yolların ağız informasiya vasitəsilə ifadə edək. A'dan ə, üçünə də yol var. Üçünə də çəkirəm. B ə, bu D, bu da C. Bu birdir. Okey. Daha sonra C'dən artıq A'ya getmərəm. B'yə gediş var. Bir də D'yə gediş var. Yazıram.
C'den bir olsun D'ye gediş, bir de olsun B'ye gidiş. B'den isə B'den bu B'den C'ye keçə bilərəm. Bu B'den C'ye keçə bilərəm. Və yaxud bu B-dən elə D-yə keçidilə bilərəm. Çünki var. D-yə hamısından var. Bu C-dən də D-yə keçidilə bilərəm. Oy, oy, əlimiz necə də sürüşkən qaçdı burada. Deməli, D-yə keçid eləyər. Sonra bu B-dən də D-yə keçid edər. Deməli, 5 müxtəlif yol idilər, gedə bildik. Bu şəkildə ümidvaram bu videomuz sizə yararlı olar. İnşallah növbəti günlərdə, növbəti videolarla qarşınızda olarıq. Belə sağ olun, salamat qalın. Görüşənə dək videoları izləməyi, like etməyi unutmayın. Sağ olun, salamat qalın.